Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırarıq. Belə ki, bugün noyabrın 2-sidir və noyabrın 3-ünə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, noyabrın 3-ündə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacaq, gündüz tədricən kəsiləcək. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz isə 15-17 dərəcə isti olacaq. Azərbaycanın bölgələrində hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz isə 17-21 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 0-5 dərəcə isti, gündüz isə 7-12 dərəcə isti olacağı proqnozlaşdırılır. Bu da noyabrın 3-ünə olan günün hava haqqında məlumatı idi.